Salam hər kəsə. Kanalımda kitabxanaçılıq imtahanına hazırlıq və kompüter biliklərinin təkmilləşdirilməsi üçün faydalı dərslər paylaşacağam. Bugünkü videom isə kitabxana imtahanına qeydiyyatla bağlı olacaq və ilk öncə qeyd etmək istəyirəm ki, həm kitabxanaçılıq ixtisası üzrə imtahan üçün, həm də informatika ilə bağlı hazırlaşmaq istəyən şəxslər açıqlamada qeyd etdiyim nömrə ilə əlaqə saxlasınlar. Qaydaq qeydiyyatla bağlı. Deməli, kitabxanaçılıq bildiyimiz kimi mart ayının 18-dən başlayaraq, 2025-ci il mart ayının 18-dən başlayaraq kitabxana müdiri və kitabxanaçılıq vəzifəsinə işə dair üzrə qeydiyyat mərhələsi başladı. Bunun üçün bakı.edu.gov saytına daxil oluruq. Elanlar hissəsindən baxın. Kitabxana müdiri və kitabxanaçı vəzifəsinə işə qəbul müsabiqəsinə dair elan. Buna klikləyirik. Açılan səhifədə kitabxanaçılıq imtahanına dair məlumatlar paylaşılıb. Belə ki, kitabxanaçılıq imtahanı üzrə cəmi 40 sual olacaq. Bu 40 sualdan 20 sual ixtisasla əlaqəli, yəni kitabxanaçılıq üzrə olacaq. 10 sual məntiq, 10 sual isə informatika ilə bağlı olacaq. İxtisasla bağlı olan 20 sualdan hər bir doğru sual 2 balla qiymətləndiriləcək. Ancaq informatika və məntiqdən isə hər bir doğru sual 1 balla qiymətləndiriləcək. Belə ki, 60 baldan 35 bal keçid balıdır. Yəni bu 35 balı toplamalısınız. Təbii ki, indi ola bilər ki, imtahanın gedişatı ilə bağlı bu keçid balı dəyişə də bilər, dəyişməyə də bilər, amma siz çox yaxşı oxumağa çalışın ki, 35 balı keçəsiniz. Baxın, burada imtahanda hansı mövzulardan suallar düşə bilər. Həmin mövzular haqqında, yəni mövzular yerləşdirilib və hətta onların linkləri belə yerləşdirilib. Qeyd etmək istəyirəm ki, daha çox kitabxana işi haqqında qanundan suallar düşür. Çalışın, qanunu çox yaxşı oxuyun ki, mən onsuz gələcək dərslərimizdə sırf kitabxana ixtisası ilə bağlı daha faydalı, daha əsas mövzuları seçərək onlar haqqında məlumatlar verəcəm və testlər hazırlayacağam. Ona görə kanalımı izləməkdə davam edin, abunə olun ki və bildirişi açın ki, video paylaşdığım zaman həmin dəqiqə xəbəriniz olsun. İmtahan qeydiyyat mərhələsindən, test mərhələsindən və müsahibə mərhələsindən ibarət olacaq. Gələk qeydiyyat formasına. Baxın, aşağıda qeydiyyat linki yerləşdirilib, form şəklindədir. Bu qeydiyyat linkinə kliklədiyimiz zaman artıq qeydiyyat pəncərəsi açılır. Burada biz addı, soyaddı, ata adı da, yəni özümüz haqqında məlumatları qeyd edirik. Qeydiyyat aprelin 6-sına qədər davam eləyəcək, yəni hələ ki vaxtınız var qeyd olmaq üçün. Ola bilər ki, siz məlumatlarınızda hər hansı bir, tutaq ki, fin kodunuzun hər hansı bir nömrəsini səhv yazdınız və ya ola bilər ki, telefon nömrənizin də hər hansı bir rəqəmini səhv yazdınız. Bunun üçün narahatçılığa ehtiyac yoxdur. Çünki burada da qeyd olunub ki, bir şəxs bir neçə dəfə qeydiyyatdan keçə bilər, amma ən son keçdiyi məlumatlar nəzərə alınacaq. Ona görə çalışın ki, axırıncı dəfə qeydiyyat olduğunuz zaman bütün məlumatlarınızı diqqətlə yoxlayıb sonra artıq göndər düyməsini sıxın. Yoxsa məlumatlarınız səhv olacaq. Ona görə yaxşı formada yoxlayarsınız. Baxın, burada təhsil səviyyəsi qeyd olunub. Kolleci bitirənlər orta ixtisas təhsilini seçməlidir. Bakalavr, magistr, sonra orta məktəb bitirənlər tam orta və s. Diplomunuzu və seriya nömrəsini qeyd etməlisiniz. Əgər çalışan şəxslər varsa, işləyən şəxslər varsa, burada həmən müəssisələrin adını qeyd etməlidir. Baxın, qeydiyyat formu belə sadədir, o qədər də çətin deyil. Dediyim kimi, aprelin 6-sına qədər hələ də aktivdir. Çalışın, qeydiyyatdan keçin və yaxşı oxumağa çalışın. Bununla bağlı dediyim kimi mütəmadi olaraq videolar çəkib yerləşdirəcəm. Kitabxana ixtisasına bağlı, həm kompüter bilikləri ilə bağlı. Ümid edirəm ki, bu məlumatlar sizə faydalı oldu. Əgər suallarınız olarsa, şərhdə yazın, cavablandıracağam. Yenə deyirəm, kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın ki, daha çox videolar paylaşın və hər biriniz üçün yararlı olsun. Hər birinizə uğurlar arzu edirəm. Bugünlük bu qədər.